barış səsi. İnqilabın əvaili idi. Mehdi Bakiri Urmiyənin şəhərdarı olmuşdur. Səhər alaqaranlıqdan çörək almağa evdən çıxdım. Məhəllənin süpürgəçisini gördüm. Gündəki kimi işə məşğul idi. Amma gördüm bir parça ilə üzünü örtüb. Yaxınlaşdım. Məhəllədə gündə gördüyüm süpürgəçi deyildi. Maraqlandım. Salam söylədim. Gördüyüm məhəlləmizin süpürgəçisi Amehdidir. Şəhərdar Mehdi Bakiridir. Amehdi, burada nə əcəb? Amehdinin göylü yoxudur cavab versin. Dedim, Amehdi, siz şəhərdarsınız, burada nə iş görürsünüz? Süpürgəçi niyə yoxdur? Siz hara, bu işlər hara? Süpürgəni mənə verin, siz niyə axı? Çox çalışdım Amehdidən söz alam. Sonralar bildim, süpürgəçinin xanımı mərizləmişdi. Biləsinə mürəxxəsi vermirdilər. Deyirdilər, sənin yerinə heç kim yoxdur. Şəhərdarın yanına getmişdi. Amehdi biləsinə mürəxxəsi verib, özü süpürgəçinin yerinə gedib, süpürgə çəkmişdi. Onda gözlərim yaşla doldu. Nə qədər yalvardım, Amehdi süpürgəni vermədi. Məndən istədi, başqası görməmiş gedə. O gün məhəlləmizin süpürgəçisi, Urmiyənin şəhərdarı Mehdi bəy Bakiri idi.